Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Endo TV-nin efirində xəbərlər izləyirsiniz. Naxçıvan Dövlət Universitetində 15 sentyabr bilik günü qeyd olunub. Naxçıvan Dövlət Universitetində 15 sentyabr bilik günü qeyd olunub. Əvvəlcə vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq professor müəllim heyətini və tələbələri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor ölkədə təhsil siyasətinin uğurlu icrasından söz açıb, bildirib ki, son illərdə qazanılan bütün nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar və dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğının nəticəsidir. Ali təhsil ocağının geniş miqyaslı imkanlarından söz açan rektor universitetin uğurlarından danışıb. Eləcə də universitet nəzdində ingilis dilli bağça, alman dili hazırlıq və imtahan mərkəzi, tibb kampusunun planlaşdırılan layihələr sırasında olduğunu vurğulayıb və irəlidə gözlənilən yenilikləri diqqətə çatdırıb. Tədbirdə birinci kurs tələbələri adından 2025-2026-cı tədris ili üzrə keçirilən qəbul imtahanlarında 688 bal toplayıb. Naxçıvan Dövlət Universiteti üzrə ən yüksək nəticəni əldə edən Memarlıq və Mühəndislik Fakültəsinin ikili diplom proqramı üzrə tədrisi ingilis dilində kompüter mühəndisliyi ixtisasına qəbul olan tələbə Cəmilə Babayeva çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib. Valideynlər adından çıxış edən iqtisad üzrə fəlsəfə doktoru dosent Cavadxan Qasımov isə ali təhsil ocağında keyfiyyətli və yenilikçi təhsil üçün hərtərəfli şəraitin olduğunu, gənclərin də yaradılan bu imkanlardan istifadə edərək vətənə layiqli insan kimi yetişməsində çalışacaqlarını söyləyib. Sonra universitetin tanıtım filmi nümayiş olunub. 1967-ci ilin sentyabrında filial öz qapılarını tələbələrin üzünə açdı. İndi burada təkcə Naxçıvanlı tələbələr deyil, ölkənin bütün bölgələrində yaşayan və ali təhsil almaq istəyən gənclər gəlib oxuya biləcəklər. Bizdə təbii ki, bu məsuliyyət bizi hər zaman düşündürüb və bu gün də biz böyük məsuliyyət hiss edirik bu valideynlər, tələbələr qarşısında ki, onlar bizim təhsil müəssisəsini seçməklə bir növ bizə etimad göstəriblər və bu etimadı da biz bütün kollektiv üzvlərlə birlikdə doğrultmaq üçün səy göstəririk. Şadıq ki, biz dövlətimizin qayğısını hər zaman hiss eləmişik. Naxçıvan Dövlət Universitetinin keçdiyi yol bütövlükdə Ulu Öndər siyasətinin, təhsil siyasətinin bəhrəsi ilə inkişaf eləyib. Ulu Öndərimiz 4 dəfə bu universitetdə olub, universitetimizin inkişafına böyük qayğı göstərib və Cənab Prezident 2 dəfə ali təhsil müəssisəsində olub. Bu binanın, bu indiki iclas keçirilən bina salonda çıxış eləyib, tapşırıqlar verib, öhdəmizə mühüm tapşırıqlar qoyub və universitetimizin bir sıra tədris korpuslarını istifadəyə veribdir. Və bizim son Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramında Naxçıvan Dövlət Universitetinin prioritetlərdə yer alması və bu istiqamətdə dövlət vəsaiti hesabına universitetimizdə yeniliklərin baş verməsi kollektivi məsuliyyətini daha da artırıb. Universitetin əldə etdiyi nailiyyətlərdən bəhs edən rektor irəlidə yeni layihələrin nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Bizim tələbə kontingentimiz son illərdə demək olar ki, rekord rəqəmlərlə ifadə olunur. Bugün biz artıq Naxçıvan Dövlət Universitetində 13 min nəfərə yaxın tələbə kontingenti ilə fəaliyyət göstərən ali təhsil müəssisəsiyik. Tabeliyimizdə olan qurumlar və universitetimizin tələbələrinin 250-dən artıq proqramda təhsil alaraq gələcəkdə cəmiyyətimizə xeyirli bir vətəndaş kimi yetişməsi üçün biz səylə çalışırıq. Bu tədris ilində də biz yeniliklərimiz var. Həm bizim tabeliyimizdə olan Cambridge məktəbinin maddi texniki bazasının
infrastrukturunun yenilənməsi prosesi baş verib. Eyni zamanda bu yaxınlarda biz universitetimizin kampusunda Naxçıvan Muxtar Respublikası üçün innovasiya mərkəzinin açılışını keçirəcəyik. Eyni zamanda biz təqaüd proqramı ilə mübadilənin təşkil olunmasını genişləndirməyi hədəfləmişik və əminik ki, bu ildə biz həm ikili diplom proqramlarında, həm mübadilə proqramlarında biz buna nail olacağıq. Elbrus İsayev universitetin tarixi dövründə tələbə qəbulu göstəricinə görə rekord nəticə əldə etdiyini və bir çox kateqoriyada ölkə universitetləri sırasında ilk sırada qərarlaşdığını qeyd edib və yeni tədris ili münasibəti ilə təbriklərini çatdırıb. Bu il Naxçıvan Dövlət Universitetinə tələbə qəbulu onun yaranmasından bu günə qədər olan keçdiyi dövrdə ən rekord göstərici oldu. Bu keyfiyyət göstəricinə görə belə olub. Yəni bizim yüksək ballı universitetimizə qəbul olan tələbələrimizin sayı, faizi etibarı ilə ən yüksək rəqəm bu il müşahidə olundu və eyni zamanda 600-700 intervalında Naxçıvan Dövlət Universitetini seçən tələbələrimizin sayı da rekord həddə çatdı. Deməliyəm ki, bu il bizə əcnəbi tələbə qəbulu da yenilik bundan ibarətdir ki, əcnəbi tələbə qəbulunun coğrafiyası genişlənib. Bu günə qədər bizim əgər 15 ölkədən əcnəbi tələbə qəbul eləmişdiksə, bu gün bu rəqəm artıq 20-ni keçib, 20-dən artıq fərqli ölkədən, hələ ki bu qeydiyyat davam eləyir, bu rəqəm dəyişilə də bilər. Naxçıvan Dövlət Universitetində təhsil almaq istəyən biz tələbələri qəbulləmişik. Bu gün ölkə üzrə biz 2000-ə yaxın əcnəbi tələbəsi olan lider universitetlərdən sayılırıq. Keyfiyyət baxımından bu müraciətin yüksələn xəttindən dinamik inkişafı universitetimizə yaradılmış geniş imkanların dövlət qayğısının nəticəsində mümkün olub. Mən universitetimizə daimi göstərilən qayğıya görə ölkə başçısına, kollektivimiz adından dərin minnətdarlığımı bildirirəm. Həm bilikçinin müəllifi kimi, həm bu qələbəmizin böyük memarı kimi, böyük sərkərdə kimi, həm də təhsilimizin böyük himayədarı və qayğıkeşi kimi kollektivimiz adından ölkə başçısına minnətdarlığımı bildirirəm. Universitetimizə qəbul olmuş tələbələrimizi təbrik edirəm, valideynlərə göz aydınlığı verirəm və bütün cəmiyyətimizi düşündürən bilik günü münasibəti ilə hər kəsi ürəkdən təbrik edirəm, uğurlar arzulayıram. Kifayət Mahmudova, Fəxriyə Səyyadova, Musa Süleymanov, Endu xəbər. Ali təhsil ocağında ilk dərsi şəhid ailələri və qazilər keçib. Naxçıvan Dövlət Universitetində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan igidlərimizin xatirəsinin daim uca tutulması, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması məqsədi ilə bilik günü 1-ci kurs tələbələrinə ilk dərsi şəhid ailələri və qazilər keçib. Hər il olduğu kimi Naxçıvan Dövlət Universitetində artıq 3-cü ildir ki, 15 sentyabr bilik günü qeyd olunarkən ilk qəbul olunmuş, yeni qəbul olunmuş tələbələrlə, 1-ci kurslarla ilk dərsləri şəhid ailələri və qazilər tərəfindən keçirilir. Bugün 60-dan artıq şəhid valideyni və qazilər Naxçıvan Dövlət Universitetində səfər eləmiş və onlar universitetin bütün fakültələrində həm öz övladları, həm də vətənpərvərliyi ilə bağlı bizim ilk 1-ci kurslarımızda yeni qəbul olan tələbələrimizə məlumat vermiş. Bilik günü münasibətlə bütün yeni tələbələrimizə, ümumiliklə Naxçıvan Dövlət Universitetinin tələbələrin hər birini təbrik edirik. Universitetin bütün fakültələrində şəhidlik zirvəsinə ucalan tələbələrin adını daşıyan auditoriyalarda ilk dərsləri vətən uğrunda canından keçən oğullarımızın ailə üzvləri tədris edib. Bizim üçün böyük şərəfdir, qürurdur ki, öz övladlarımız haqqında Naxçıvan Dövlət Universitetinin tələbələrinə izah eləyək və onlar hansı qəhrəmanlıqları göstərdilər. Əgər bizim o qəhrəman oğullarımız olmasaydı, bugün bizlər də yox idik. Bunu 44 günlük müharibədə tarixi zəfər çalan şəhidlərimiz, qazilərimiz, ordumuz və Ali Baş Komandanımızın düzgün siyasəti, rəhbərliyi sayəsində biz qələbə çaldıq. Bu, həqiqətən də şəhidlərimizin adlarının yaşadılması istiqamətində Muxtar Respublikada görülən növbəti tədbirlərdən biridir. Bunun üçün Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə və müəllim pedaqoji heyətinə, tələbələrinə öz təşəkkürümüzü bildiririk. Həqiqətən də biz bugün tədrisdən öncə iclasda şəhid valideynlərinin, şəhid ailələrinin, qardaşlarının və qazilərimizin üzlərindəki o qüruru, sevinci, fəxarəti gördük. Bu, həqiqətən onlar üçün verilən bir mənəvi dəyərdir. Tədris prosesində də biz şəhid valideynlərinin öz övladlarına öyrətdikləri
vətənpərvərlik ruhunu tələbələrə ötürməyə çalışdıqlarının şahidi olduq. Tələbələr də bu dərs prosesinə çox müsbət yanaşırlar və gələcək həyatlarında inanırıq ki, onlara çox yaxşı bir stimul olacaq. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin. Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər təşkil olunur. Eləcə də Naxçıvan şəhid ailələri, Naxçıvan qaziləri ictimai birlikləri ilə birgə tədbirlər həyata keçirilir. Mən ilk öncə bütün tələbələri təbrik edirəm. İllər sonra Naxçıvanda gəlib bu cür gözəllik gördüm. Universitetin bu cür gözəl olmağın, gözəl inkişafını gördüm. İlk dəfə şahid oldum ki, Naxçıvan Dövlət Universitetində qazilər, şəhid ailələri belə dərs keçməyi. Bu fürsəti bizə də verdilər, çox sağ olsunlar. Və bu dərs də həqiqətən mənim həyatımda bir qürur verici an oldu ki, bəli, bugün Naxçıvanda ümumiyyətlə eşitmişdim qaziyə, şəhid ailəsinə burada necə qiymət verirlər və bugün də onun şahidi oldum. Naxçıvan Dövlət Universitetinin Kembriç məktəbi və İngilis dili üzrə təmayüllü gimnaziyada ilk dərs zəngi çalınıb. Naxçıvan Dövlət Universitetinin Kembriç məktəbi və İngilis dili təmayüllü gimnaziyada ilk dərs zəngi çalınıb. Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembriç məktəbi və İngilis dili təmayüllü gimnaziyada 15 sentyabr bilik günü münasibəti ilə tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad olunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Universitetin rektoru Elbrus İsayev çıxış edərək ölkədə həyata keçirilən təhsil islahatları, eləcə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı çərçivəsində görülən işlərdən bəhs edib. Kembriç məktəbi və gimnaziyanın fəaliyyətə başladığı gündən əldə etdiyi uğurları diqqətə çatdırıb. Rektor bildirib ki, dövlət proqramı çərçivəsində Kembriç məktəbi və İngilis dili təmayüllü gimnaziyanın inkişafı üçün münbit şərait yaradılıb. Burada savadlı gənclərin yetişdirilməsi, sağlam tədris mühiti və beynəlxalq standartlara uyğun proqramın tətbiqi təmin olunur. Sonda rektor Elbrus İsayev valideyn və şagirdlərlə həmsöhbət olub, dərs prosesi ilə maraqlanıb. Fəxriyə Səyyadova, Musa Süleymanov, Endu xəbər. Hörmətli izləyicilər, bugünə çatdıracaqlarımız bu qədər. Qeyd edim ki, xəbərləri endo.edu.az saytına daxil olaraq YouTube kanalımızdan və digər sosial şəbəkə hesablarımızdan izləyə bilərsiniz. Sağ olun, salamat qalın. Xəbərləri endo.edu YouTube kanalımızdan və